Sayın Cumhurbaşkanım, Anadolu Ajansı'na röportaj teklifini, talebini kabul ettiğiniz için çok teşekkür ederiz size. Önemli bir tarihteyiz. Azerbaycan zaferinin yaklaşık 30 yıl boyunca işgal altında olan toprakların kurtarılmasına başladığı 27 Eylül tarihinin 1. yılındayız. O güne dönmek istersek, o günün şartlarını zihnimizde tazelemek istersek, Azerbaycan neden karşı atağa geçti? Bilirsiniz, Ermənistanın bizə qarşı son müddət ərzində təhribatları müntəzəm xarakter almışdır. Həm bizə qarşı yönəlmiş açıqlamalar, eyni zamanda addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Bunun səbəblərini mən bugünə qədər də anlaya bilmirəm. Çünki 30 il ərzində digər dövlətin torpaqlarını işğal altında saxlayan bir dövlət yeni savaşa çıxmaq fikrində olursa, bu çox ciddi araşdırılmalıdır. Bunun səbəbi nədir? Və sözümün təsdiqi olan addımlar da göz qabağındadır. Çünki iyul ayında, yəni Temmuz ayında Azərbaycan-Ermənistan sınırında Ermənistan hərbi təhribat törətmişdir və bu təhribat nəticəsində 13 sivil, mülki şəxs və hərbiçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq biz dövlət sınırını keçmədik. Yəni sadəcə olaraq onların girdikləri Azərbaycan ərazisindən çıxartdıq və birkaç gün davam edən toqquşma sona erdi. Ondan sonra Ağustos ayında bir sabotaj qrupu göndərildi. Təmas xəttini keçdilər və orada bizim hərbiçilərimiz onları tərksilah etdilər. Və bir il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında sessiyada, Baş Assambleyasının sessiyasında çıxış edərkən mən demişdim ki, Ermənistan yeni savaşa hazırlaşır. 3 gün sonra artıq yenidən bizim mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə tutulmuşdur. Yenə də şəhərlər verdik və mənim əmrimlə geniş miqyaslı əks-hücum əməliyyatına biz başladıq və bildiyiniz kimi bu əməliyyat böyük zəfərlə nəticələndi. Bir ilə dönərkən əlbəttə bütün bu gəlişmələri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanımız olur. Və görünür ki, Ermənistan yönətimi, hakimiyyətə yeni gəlmiş yönetim hansısa hərbi uğurla da övünmək istəyirdi, hansısa hərbi uğuru əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv tutdular və çox böyük hata yaptılar. Və bunun nəticəsində acı məğlubiyyətə uğradılar. Peki Sayın Cumhurbaşkanım, bu savaş önlenemez miydi? Çok uzun süre faaliyet gösteren Minsk grubu eş başkanlarının temasları vardı. Minsk grubu eş başkanları veya başka faktörler bu savaşı önleyebilirler miydi? Nasıl önlemeleri gerekirdi aslında? Təbii, önləyə bilirdilər və dəfələrlə mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Əgər vaxtında Minsk qrupu Ermənistana ciddi baskı yapsaydı, ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı. Və belə olan halda müharibəyə, savaşa ehtiyac qalmazdır. Ancaq bu təzyiqi, bu baskıyı onlar etmədilər. Baxmayaraq ki, Minsk qrupuna eş başkanlıq edən 3 dövlət Birləşmiş Millətlər Təşkilatının, Təhlükəsizlik Şurasının 3 daimi üzvüdür. Yəni, bu dünya çapında ən güclü ölkələr sayılır. Məyər onların siyasi çəkisi, siyasi imkanları olmayıb ki, Ermənistana bu ciddi mesajları göndərsinlər. Sadəcə olaraq nə hərb, nə sülh siyasətinə üstünlük verirdilər. Digər tərəfdən, mən Minsk qrupunun eş başkanlarına və digər böyük dövlətlərə dəfələrlə müraciət etdim.
ki Ermənistana sanksiyalar, yaptırımlar tətbiq edilməlidir. Bu da savaşı önləyə bilərdi. Yəni biz bütün imkanlardan istifadə etdik ki, bunu barışçı yollarla çözək. Müharibə olmasın, qan tökülməsin. Ancaq bununla bərabər mən deyirdim ki, biz bu vəziyyətlə, bu durumla barışmayacağıq. Nəyin bahasına olursa olsun öz torpağımızı azad edəcəyik və sadəcə olaraq şans verirdik. Bilirsiniz, Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni hakimiyyəti bu danışıqlar, yəni müzakirə sürəcinə də çox böyük zərbə vurdu. Çünki onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə sürəcini iflic etdi. Yəni felç vəziyyətinə düşmüşdür. Və belə olan halda Minsk qrupu daha olumlu, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq müşahidə edirdilər. Sadəcə olaraq seyirci kimi buna yanaşırdılar. Ona görə 2-ci Qarabağ müharibəsinin başlanmasında əlbəttə ki, ən böyük məsuliyyət Ermənistan üzərinə düşür. Eyni zamanda Ermənistanı vaxtında durdurmayan böyük dövlətlərin üzərinə düşür. Uzun süre statükoyu devam ettirme stratejisini yürüttü eş başkanların ülkeleri. Peki zaferden sonra tekrar Minsk grubunun eş başkanların devreye girmesi, işte mekik diplomasisi yürütmesi söz konusu. Böyle talepler var. Bu konuda ne düşünüyorsunuz? Bu bir çözüm olabilir mi gelecekte? Bir faydası olacak mı bunun? Bilirsiniz, işğal dövründə Minsk qrupuna başkanlıq edən ölkələr, onların cumhurbaşqanları birkaç dəfə çox olumlu açıqlamalar etdilər. Aradasa 7-8 sənə bundan öncə və onlardan biri də o idi ki, açıq bəyan edilmişdir ki, status quo qəbul edilməzdir və dəyişdirilməlidir. Biz də bunu çox müsbət qəbul etdik və şəxsən mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim və demişdim ki, bu uzun illər ərzində bəklənilən bir açıqlamadır. Status quo-nun dəyişdirilməsi nə deməkdir? İşğala son qoyulması. Ancaq ondan sonra, bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra bu ifadədən də onlar geri çəkildilər və yeni bir ifadə ortalığa atıldı eş başkanlar tərəfindən. Status quo dayanıqlı deyil. Yəni bunun arasında çox böyük fərq var. Evet. Biri var ki, qəbul edilməzdir, biri də var ki, dayanıqlı deyil. Və o zaman da mən onları tənqid etmişdim və demişdim ki, bu mövqe dəyişikliyi Ermənistan işğalçılıq siyasətinin dərmanına su tökür. Ancaq maalesef ondan sonraki dönəmdə onu göstərdi ki, Minsk qrupu sadəcə olaraq bu məsələni çözmək fikrində deyildi. Və müharibə zamanı, 44 günlük müharibə zamanı biz bunu bir də gördük. Çünki bizə qarşı Birləşmiş Millətlər Təşkilatında məsələni qaldıran Minsk qrupuna eş başkanlıq edən bəzi ölkələrdir. Müharibə gedir. Biz öz torpağımızda beynəlxalq hüququ, uluslararası hüququ bərpa edirik. Ədalət savaşına çıxmışıq. Yəni bizə qarşı Birləşik Millətlərdə hansısa yaptırım məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir. İndiki dönəmə gəldikdə Minsk qrupunun fəaliyyətini biz demək olar ki, görmürük. Adətən danışıqlar sürəci dövründə onlar gəlirdilər, təkliflər verirdilər. Cumhurbaşqanları səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər. Bizə təkliflər edirdilər, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəfdə razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur. Bir dəfə
Azərbaycana gəlmişdilər və mən onlara dedim ki, siz təklif verin. Biz bu məsələni çözdük. Dağlıq Qarabağ münaqişəsi sona erdi. Dağlıq Qarabağ adlı inzibati ərazi, yəni qurum mövcud deyil. Və bu günlərdə Birləşik Millətlər Dövlətinin Baş Assambleyasının sessiyasında çıxışımda da mən bütün ölkələrə müraciət etdim və dedim ki, rica edirəm ki, bundan sonra Dağlıq Qarabağ ifadəsi işlədilməsin. Belə bir qurum yoxdur Azərbaycan ərazisində. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Və belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bugün yeni məsələlər ortalığa çıxmalıdır. Yəni, məsələ Dağlıq Qarabağ münaqişəsi bitdi. Nə ola bilər? Mənim fikrimcə, yəni etimad tədbirləri, ondan sonra yolların açılması, dəhlizlərin açılması, sülh, yəni barış sürəcinə dəstək vermək, Ermənistan-Azərbaycan ilişkilərini tənzimləmək, çalışmaq ki, Ermənistan-Azərbaycan arasında barış müqaviləsi imzalansın, hansı ki biz təklif edirik. Yəni, onların məncə fəaliyyət dairəsi bundan sonra bundan ibarət olmalıdır. Yoxsa Dağlıq Qarabağ olmayan qurumun statusu ola bilərmi? Əlbəttə ki, yox. Və mən demişəm, bir də demək istəyirəm ki, əgər kimsə Dağlıq Qarabağa status vermək istəyirsə, kəndi ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların bağımsızlığını tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox. Sayın Cumhurbaşkanım, sözlerinizden anladığım kadarıyla Minsk grubu da şu anki 44 günlük savaştan sonraki gerçekliği, arazide oluşan gerçekliği kabul etmesi gerekiyor ve bunun üzerine bir şeyler yapması gerekiyor. Əslində bilirsiniz, bir də demək istəyirəm, Minsk qrupundan bugünə qədər, 2-ci Qarabağ savaşından sonra hər hansı bir təklif bizə verilmədi. Və təklif olmadığı təqdirdə Minsk qrupunun fəaliyyəti haqqında konuşmaq yersizdir. Yəni, bir il artıq keçir. Nə təklif edirsən? Deyirsən ki, bu münaqişə çözülməlidir. Mən Azərbaycan olaraq deyirəm ki, mən bunu çözmüşəm. Kəndi başıma. Bütün baskılara, təzyiqlərə rağmen. Ona görə bu təklif olmalıdır. Nə ilə məşğul olmalıdır? Mən öz fikirlərimi ifadə etdim. Qalan şeylər isə onların məsuliyyətidir. Bu yeni oluşan gerçeklikten sonra bir protokol imzalandı. İşte Azerbaycan, Ermenistan, Rusya arasında. Bunda bazı maddeler var. 9 maddeydi hatırladığım kadarıyla. Bu maddelerin hayata geçirilmesi, yaşama geçirilmesi konusunda siz memnun musunuz? Geçen bir yıl süre içerisinde yeterince hayata geçirildi mi? Neler eksik bu maddelerden? Bütövlükdə məmnunam. Çünki orada olan əsas məsələlər öz həllini tapdı. Bildiyiniz kimi, Ermənistan bu bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdü və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Və bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdi. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi. Və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər, Laçın rayonları bizə qaytarıldı. Yəni, o zaman Ermənistan çox məsuliyyətli yanaşırdı bu məsələyə. Çünki nə üçün? Çünki qorxu içində idi. Çünki bilirdi ki, əgər 10 Kasım tarixində bu bəyanata imza atmasaydı, onların durumu da kötü ola bilər. Yəni, bizi durduracaq bir qüvvə yox idi. Və savaş dönəmində dəfələrlə mən Azərbaycan xalqına müraciət edərək deyirdim ki, Ermənistan bizə tarix versin, təqvim versin. Nə zaman bizim torpaqlarımızdan çıxır, biz həmən müharibəni dayandırmağa hazırıq. Bu tarix bizə 9 Kasımda verildi. Ermənistan faktiki olaraq
kapitulyasiya, yəni təslim aktına imza qoydu və 10 Kasımda müharibə dayandı. Ona görə o önəmli məsələlərin həlli Ermənistanın qorxu içində olmasından qaynaqlanır. Amma ondan sonra nə oldu? Barışçı qüvvələr gəldi, bir müddət keçdi və qalan məsələlərin icra edilməsi dayandı. Orada açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır. Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan barışçıl qüvvələrin məsuliyyətində olan ərazidən, Laçin koridorundan azad edilmiş torpaqlara bir sabotaj qrupu göndərildi. 62 nəfərdən ibarət. Bu, 10 Kasım bəyanatına tam ziddir. Və Azərbaycan ordusu onları etkisiz hala gətirdi və onlar həbs olundu. İndi onlara hərbi əsir deyirlər. Amma gedin baxın, beynəlxalq konvensiyalara hərbi əsir kim ola bilər? Bunlar hərbi əsir deyil. Müharibə bitdi. 10 Kasım bəyanat imzalandı. Ondan sonra göndərilən hər hansı bir hərbiçi sabotaj qrupunun üyəsi kimi təsbit edilməlidir. Yəni bu məsələ öz həllini tapmadı. Və bu çox önəmli məsələdir və biz israr edirik ki, bu öz həllini tapsın, tam həllini tapsın. Qismən ola bilər həllini tapıbdır. Digər məsələ koridorların açılmasıdır. 9 noyabrdan 10 noyabra keçən gecə imzalanmış bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Özərk Cümhuriyyəti ilə bağlantı olmalıdır. Bu bağlantı sağlandı mı? Hayır. Amma bu bağlantını sağlamaq üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada qara yollarla məsafə cəmi 40 kilometrdir. Biz indi müharibədən bir il keçəndən sonra 1000 kilometrdən çox yol açdıq. Həm topraq yolu, həm asfalt yolu. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, hətta Ermənistan buna razılıq da vermir. Aparılan müzakirələr nəticəsiz qalır. Yəni, Ermənistan 10 Kasım bəyanatını, onun şərtlərini kobudcasına pozur. Biz hələlik səbirli davranırıq, təmkinli davranırıq, amma bizim səbrimizin də müddəti var. Və 2-ci Qarabağ savaşı göstərdi ki, səbrimiz tükənəndə nələr baş verir. Ona görə Ermənistan rəhbərliyinə şans veririk ki, 10 Kasım imzalanmış bəyanatın bütün müddəalarını yerinə yetirsin və özünü məsuliyyətlə aparsın. Bu noktada şunu sormam gerekiyor Sayın Cumhurbaşkanım. Bu sabotaj gruplarının rahat hareket etmesinden ve Laçin koridorunun kontrolünden o bölgelerde görev yapan Rus geçici görevlileri var, askerleri var. 5 yıl süreyle orada görev yapması gereken, görev yapan Rus silahlı kuvvetleri var. Bu konudaki şikayetlerinizi Moskova'ya ilettiğinizde nasıl bir cevap alıyorsunuz ve bu verilen size yanıtlar bölgeye yansıyor mu? Yani davranışları değişiyor mu oradaki birliklerin? Əlbəttə, biz bütün bu hallarla bağlı Rusiyaya öz iradalarımızı bildiririk, haqlı iradalarımızı bildiririk. Ancaq o sabotaj qrupunun ora daxil olması o vaxt olub ki, Rusiya barışçı qüvvələri hələ ki tam yerləşmədi. Çünki 10 Kasım müharibə başa çatdı, ondan sonra bir müddət lazım idi ki, Rusiya barışçı qüvvələr 2000-ə yaxın əskər ora yerləşsin və orada boşluqlar çox idi. Yəni, burada biz ədalətli olmalıyıq. Onlar tam o yeri mühafizə edə bilməmişdilər və ermənilər də bundan istifadə edib sızdılar bizim azad edilmiş ərazilərə. Ancaq genelliklə Rusiya barışçı qüvvələrinin fəaliyyəti müsbət qiymətləndirilə bilər. Əlbəttə ki, bizim narazılığımız da var.
iradlarımız da var. İlk növbədə bizim əraziyə qanunsuz olaraq yabancı vətəndaşlarının gəlməsi ilə bağlı biz dəfələrlə bu məsələni qaldırmışdıq. Çünki Qarabağ bizim ərazimizdir və bizim icazəmiz olmadan o bölgələrə heç bir yabancı vətəndaş yaxud da ki, araba daxil ola bilməz. Bizdən izin alınmalıdır. Ancaq deyə bilərəm ki, tam %100 dərəcədə bu hələ ki, həll olunmur. Halbuki, onu da deməliyəm ki, yabancı vətəndaşların Qarabağa qanunsuz gəlməsi halları çox az saydadır. Onu da bildirməliyik. Bizim siyasətimiz və təkidimiz nəticəsində artıq bu sürəcədə son qoyulur. Ancaq biz əlbəttə ki, istərdik ki, bizim suverenliyimizə, ərazi bütövlüyümüzə tam miqyasda, tam həcmdə sayğı göstərilsin. Zaten Rusiyanın rəsmi nümayəndələri, yüksək vəzifəli nümayəndələr deyirlər ki, Qarabağ Azərbaycan torpağıdır. Və belə olan halda yerlərdə orada xidmət göstərən hərbiçilər də bu bəyanatlara uyğun şəkildə öz fəaliyyətini aparmalıdırlar. Geçtiğimiz günlerde Ermenistan Savunma Bakanı ile Rusya Savunma Bakanı'nın bir görüşmesi olmuştu. O görüşmeden sonra Ermenistan'ın silahlandırma süreci yeniden başladı diye bir açıklama yapıldı. Yani bu bölgeye ne katabilir? Bu açıklama size neyi düşündürüyor? Bu məsələdən biz xəbər tutanda biz həmən Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, acaba bu nə məsələdir? Aynı fikirləri də biz bölüşürük. Ancaq bizə məlumat gəldi ki, Ermənistan basınında çıxan bu açıqlama həqiqəti əks etdirmir. Yəni, Rusiya Savunma Bakanı belə sözlər deməmişdir. Bu, Ermənistan propagandasının növbəti çirkin əməlidir. Belə söz deyilməmişdir və bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun yenə də bedava silahlandırılması ilə bağlı Rusiya tərəfindən biz yetərincə net cavab aldıq və bu məsələni artıq biz gündəlikdən çıxardıq. Bu onu göstərir ki, Ermənistan öz çirkin əməllərdən əl çəkmir. Bax, bu ortalığa atılan yalan birincisi çox böyük yanlışlıqdır. Çünki Rusiya Savunma Bakanının demədiyi sözləri sən əgər yayırsansa, bu ən azı məsuliyyətsizlikdir və bu provokasyondur. İkinci, və bunu biz dəfələrlə işğal dövründə görmüşük, işğaldan sonra görmüşük, Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün çalışır ki, Rusiya-Azərbaycan ilişkilərində bir çat yaransın. Hər gün, müntəzəm olaraq onları günlük peşəsi Azərbaycanı ləkələmək, Rusiya basınında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan ilişkilərinə kölgə salmaq və hesab edirlər ki, belə olan halda revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yenə savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan ilişkiləri kifayət qədər yüksək səviyyəli ilişkilərdir və biz bütün məsələləri açıq şəkildə müzakirə edirik. Cumhurbaşqanları səviyyəsində, savunma bakanları səviyyəsində, dışişlər bakanları səviyyəsində və hər hansı tərəfi narahat edən məsələ ilə bağlı dərhal biz təmasda bulunuruq və məsələləri həll edirik. Və bugün deyə bilərəm ki, Rusiya-Azərbaycan ilişkilərində hansısa təcili məsələni həll etməklə bağlı bir konu da yoxdur. Çünki bu ilişkilər kifayət qədər müsbətdir. Ermənistanın bu propaganda cəhdləri onlara uğur gətirməyəcək və Ermənistanın yenidən silahlanması ilə bağlı bizim əndişəmiz Rusiya tərəfindən anlayışla qəbul olunur.
Bu sorunların bir daha konuşulması, karara bağlanması için sizin Sayın Putin'in, Paşinyan'ın bir araya gelmesi kısa dönemde söz konusu mu efendim? Biz üç tərəfli görüşü bir dəfə keçirdik. Bu ilin əvvəlində, Ocaq ayında Moskvada üç tərəfli görüş keçirildi. O görüşdə daha çox post-savaş dönəmlə bağlı məsələlər müzakirə olundu. Çünki savaşdan cəmi 2-3 ay keçmişdi, 2 ay keçmişdi. Ondan sonra üç tərəfli görüş, yəni Cumhurbaşqanları, başqanlar səviyyəsində olmamışdı. Ancaq bir işçi qrup yaradıldı, bakan yardımçıları səviyyəsində. O qrupda ilk növbədə bu koridorun açılması, Zəngəzur koridorunun açılması ilə bağlı işlər görürdü. Ancaq Haziranın əvvəlindən Ermənistan öz iştirakını bu qrupda bitmiş hesab etdi. Gələn seçkilərlə əlaqədar. Seçkilər orada Haziran ayında keçirildi və ondan sonra Ağustosun ortasında ilk dəfə yenə də bu qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq. Yəni bu, hesab edirəm ki, önəmli formatdır. Çünki hələ ki, nəticə olmasa da, hər halda bir təmas var. Təmas, deməli, indiki şəraitdə lazım olan vasitədir ki, bu təmaslar əsnasında bir çox məsələlər həll oluna bilər və biz Azərbaycanda Zəngəzur koridorunun yaradılması ilə bağlı indi geniş çaplı işlərə başlamışıq. Həm dəmir yolu Zəngilana çəkilir, həm otoyol, indi hava limanları. Ona görə biz öz ərazimizdə bütün işləri hesab edirəm ki, 2 il ərzində görəcəyik. Çünki burada işin həcmi çox böyükdür. Ermənistan ərazisində dəmir yolunun uzunluğu 40 kilometr, avtomobil yolunun uzunluğu 40 kilometr. Bu, bir ilə il yarıma edilə bilər. Yəni, biz bunu bəkləyirik. Projelerden bahsettiniz. Bir yıl içerisinde, bir yıl daha dolmadan aslında işgalden kurtarılan topraklarda çok büyük projeler gerçekleştirdiniz. Evet. Mesela Fuzuli Havalimanı bir sene olmadan artık uçaklar inip kalkmaya başlayan bir proje haline geldi. Karayolları hakeza öylesine. Siz karayolunu Ermenistan sınırına kadar temelini attınız. O iş ilerliyor. Bu konuda çok büyük projeler yapıyorsunuz. Hem bu projelerden hem de o bölgede yaşayan Ermeni vatandaşlar var. Onların nasıl söyleyeyim, geleceğiyle ilgili neler söyleyebilirsiniz? Onlar bu projelerden nasıl faydalanacaklar? Ve onlarla ilgili düşüncelerinizi almak istiyorum efendim. Siz tam haqlısınız. Biz vaxt itirmədən müharibə bitər-bitməz həmən hərəkətə keçdik. Və bu dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün tək para yetməz. Çünki resurs olmalıdır, kadr olmalıdır, ekiplər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır və biz bütün gücləri səfərbər etdik və bu və digər məsələləri, məsəl üçün o elektriklə bağlı olan məsələləri bu ilin sonuna qədər biz bitirəcəyik. Yəni, bütün bölgənin elektriyi tam təmin ediləcək. Yollar da bildiyiniz kimi davam edir və s. Və bunu ilk növbədə biz öz vətəndaşlarımız üçün təbii ki edirik ki, bu bölgəni biz yenidən quraq və keçmiş mültəcilər tezliklə ora qayıda bilsinlər. Artıq birinci belə pilot köy projesi yəqin ki, bu ilin sonuna ya gələn ilin əvvəlinə hazır olacaqdır Zəngilan rayonunda. Və eyni zamanda erməni əhalisi də, Qarabağda yaşayan ermənilər də bunu görürlər. Çünki bizim televizyonlara baxırlar, bizim radioya qulaq asırlar və görürlər ki, burada nə kimi işlər görülür. Və təsadüfi deyil ki, artıq bir neçə dəfə erməni xalqının nümayəndələri bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb
rica etmişdilər ki, onları da bu işlərə biz cəlb edək. Çünki onlar orada qalıb işsiz, gücsüz, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədir. Və biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Çünki mən demişəm, bir də demək istəyirəm ki, biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan olub, istər Sovet dönəmində, istər ondan əvvəlki dönəmdə, işğal dönəmində də Azərbaycan olub. Və onları biz Azərbaycan vətəndaşları hesab edirik. Sadəcə olaraq onlar bunu qəbul etməlidirlər. Onlar bu erməni propagandasından öz yaxasını qurtarmalıdırlar. Onlar öz gələcəyini, öz çocuklarının gələcəyini təmin etməlidirlər. Və biz hazır olarıq ki, onları işlərə cəlb edək. Niyə də etməyək? Biz gələcəyə strateji nöqteyi nəzərdən barış prizmasına yanaşırıq. Çünki mən istəyirəm ki, bir də müharibə olmasın. Hər halda biz müharibə başlamayacağıq. Əgər Ermənistan tərəfində revanşist meyllər baş qaldırmasa, əgər biz görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranırsa, biz o təhdidi imha etməliyik. Bu bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur. Və Qarabağda yaşayan 25 min erməni, onlar da bu işlərdə iştirak edə bilər. Həm inşaat işlərində, həm imar işlərində, eyni zamanda gələcəkdə onların yaşadıqları yerlərdə, köylərdə biz onlar üçün şərait yaradarıq. İndi baxın, bizim bu Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin baş planı təsdiq edildi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin və bütövlükdə rayonların baş planı təsdiq ediləcəkdir. Və bu bizim gücümüzü göstərir və biz ermənilərin indi Qarabağda yaşadıqları köylərdə də bunu edə bilərik. Zəfərdən sonra bölgələrə onlarca səfər etdim və orada bəzi köylərdə ermənilərin yaşadıqları köylərdə gördüyüm mənzərə məni dəhşətə gətirdi. Yəni, insana yaraşmayan bir vəziyyət və bəzi köylərin evləri indi analiz edilir, evlərin 95%-i yararsızdır. Yəni, orada heç kimsə yaşaya bilməz. Onlar yıxılmalıdır. Yəni, belə bir rəzil durumda 30 il yaşayan bir toplum təbii ki, işıq üzünü görmək istəyir. Və işıq yalnız Azərbaycandan gələcək. Və anlamaq lazımdır ki, onlar üçün də bu o qədər də kolay məsələ deyil. Burada psixoloji durum da nəzərə alınmalıdır. Ancaq biz hər halda xoş niyyət göstəririk və ümid edirəm ki, onlar anlayacaq ki, onların xoşbaxt gələcəyi, rifahla dolu gələcək ancaq Azərbaycan dövləti ilə bağlıdır. Türkiye ile Azerbaycan'ın ilişkilerinin geleceğine ilişkin neler düşünüyorsunuz efendim? Deyə bilərəm ki, Sayın Cumhurbaşqanı Rəcəb Tayyip Erdoğan əvvəlki illərdə də yüksək platformalardan Azərbaycanın haqq işi haqqında çox geniş sözlər, məlumatlar verirdi. Və hər zaman bu məsələ onun dış siyasətlə bağlı olan məsələlərdə birinci numaralı məsələ idi. Və bu dəfə artıq savaşdan, zəfərdən sonra orada bu sözlərin deməsi əlbəttə bizi çox sevindirir və bir də onu göstərir ki, Rəcəb Tayyip Erdoğan hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında o bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır və bu bizə əlavə güc verdi və mənəvi güc verdi. Savaşa qədər də, siz bilirsiniz, siz burada
uzun illər yaşayan bir insan kimi bilirsiniz ki, Türkiyə Azərbaycan üçün nə qədər doğma, nə qədər əziz ölkədir və Azərbaycan da Türkiyə üçün. Və bu son illər ərzində biz çox böyük bir yol keçdik və demək olar ki, ilişkilərimizi ən yüksək zirvəyə qaldırdıq. Və mən, yəqin ki, siz də bunu xatırlayırsınız, nə qədər demişdim ki, dünya çapında buna oxşar işbirliyi, dostluq, qardaşlıq yoxdur. Onu da demişdim ki, bir çox ölkələr var ki, onların da tarixi birdir, etnik kökləri birdir, dili birdir. Ancaq onların arasında görün nə qədər ixtilaf var, nə qədər inamsızlıq var, nə qədər problem var. Yəni etnik, dini, mədəni köklər hələ o demək deyil ki, bu ölkələr qardaş ölkələr olacaq. Belə hallar çoxdur. Həm yaxın şərqdə, eyni zamanda bağımsız, yəni postsovet məkanında. Ona görə mən hesab edirəm ki, belə çox güclü bir tarixi, mədəni zəmin üzərində belə gözəl bir ilişkilər sarayını tikmək bizim xüsusi xidmətimizdir. Həm Sayın Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın, həm də mənim. Burada mən təvəzzükarlıqdan uzaq olmalıyam və bu həqiqətdir. Və İkinci Qarabağ Savaşı bunu bir də göstərdi. Yəni, Türkiyə bizim yanımızda olmaqla bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, Türkiyəni görəcəksiniz. Bu, əlbəttə, çox böyük bir üstünlükdür, böyük bir avantaj idi. İkinci Qarabağ Savaşından sonra bizim ilişkilərimiz daha da yüksək pilləyə qalxdı. İndi bilmirəm, siz bilirsiniz, yoxsa yox. Türkiyədə bunu bir çoxları bilir ki, mən savaş bitəndən sonra Sayın Cumhurbaşqanını Şuşaya dəvət etdim. Və o vaxt demişdim ki, o Şuşaya gəlməyənə qədər heç bir başqa ölkədən heç bir adam, heç kim gəlməyəcək. Hətta Türkiyədən gələnlər olmuşdur, ora getmək istəyənlər olmuşdur. Mən onlara dedim ki, sağ olun, amma bəkləyin. Qardaşım gəlsin, getsin, ondan sonra yolunuz açıqdır. Və Şuşa bəyannamənin, Şuşa bəyanatının imzalanması bizim ilişkilərimizi daha da yüksək səviyyəyə qaldırdı. Faktiki olaraq biz Şuşa bəyannaməsinin imzalanması ilə bizim de facto olan ilişkilərimizi de jure səviyyəsinə qaldırdıq. Yəni, müttəfiqlik səviyyəsinə. Onsuz da bu müttəfiqlik ilişkiləri idi, hər sahədə. Ancaq biz bunu artıq rəsmiyyətə saldıq və bu, gələcək fəaliyyət üçün bir yol istiqamətidir. Bu yolla biz gedəcəyik və gündən-günə möhkəmlənən ilişkilər, artan birgə projelər və bizim dayanışmamız və qardaşlığımız bugün hesab edirəm ki, bütün qonşu ölkələr üçün bir örnəkdir. Əgər bütün qonşular Türkiyə, Azərbaycandakı kimi ilişkiləri qursaydılar, o zaman dünyada heç bir savaş, heç bir müharibə olmazdı. Sayın Cumhurbaşkanım, çok önemli konularda önemli ifadeler kullandınız. Çok teşekkür ederiz. Zaman zaman Ermenistan silahlı kuvvetleri tarafından ve siyasetçiler tarafından farklı görüşler, beyanatlar dile getiriliyor. Savunma Bakanlığı böyle açıklamalar yaparken Başbakan Paşinyan işte Türkiye ile görüşmek istediğine ilişkin ifadeler kullanıyor. Böyle cümleleri var. Birkaç defa geçtiğimiz haftalarda bunu sık sık tekrarladı. Paşinyan'ın bu sözlerini siz nasıl değerlendiriyorsunuz? Artı bu düşünce Türkiye ve Azerbaycan tarafından yeterli mi? Yani temasa başlayabilmesi için yapması gereken, yerine getirmesi gereken sorumlulukları var mı Ermenistan'ın? Bilirsiniz, müharibədən öncə və müharibə zamanı Ermənistan yöneticiləri tərəfindən o qədər təzadlı, o qədər yanlış və yalan bəyanatlar olmuşdu ki,
onların sayı hesabı yoxdur. İndi belə misalları saatlarca gətirmək olar. Biz şəhərləri, kəndləri, köyləri azad edərkən onlar isə bildirirlər ki, onlar bizim şəhərlərimizi yenidən işğal edir. Biz artıq şəhərlərdə, Azərbaycan azad edilmiş şəhərlərdə bayraqlar qaldırılarkən onlar bunu inkar edirlər. Yəni ağa qara, qaraya ağ demək onların xislətidir. Ona görə onlar hər hansı bir açıqlama verəndə sözün düzü biz bunu ciddiyə almırıq. Bunu analiz etmək lazımdır, təhlil etmək lazımdır, dəqiqləşdirmək lazımdır. Çünki burada bir yalanın, gerçəkləşməyən arzuların, hülyaların və provokasiyonların bir sintezidir. Və bugünkü Ermənistan bax budur. Və biz deyəndə ki, bu uğursuz dövlətdir. Yəni bunun beynəlxalq adı da var, failed state. Biz bunu nəzərdə tuturuq. Hər bir dövlətin dövlətçilik rəmzlərindən, simvollarından biri də məsuliyyətli davranışdır. Biz isə bunu görmürük. O ki, qaldı Ermənistan-Türkiyə ilişkilərinin normallaşmasına, biz əlbəttə istəyirik ki, bütün bölgədə barış olsun. Və Sayın Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğanın təklif etdiyi 3+3 platforması hesab edirəm ki, bunun ən gözəl yolu ola bilər. Ancaq Ermənistan hələ ki buna razılıq verməyib. İndi Türkiyə Cumhurbaşqanı tərəfindən bu səslənir. Ermənistana şans verilir. Ancaq Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, Ermənistan isə bunun əleyhinə çıxır. Bunun əleyhinə çıxan Ermənistan indi bəyan edir ki, Türkiyə ilə ilişkiləri normallaşdırmaq istəyir. Əgər normallaşdırmaq istəyirsənsə, sən ilk növbədə bu təklifə müsbət cavab ver, olumlu cavab ver. Əks təqdirdə burada yenə təzad yaranır, yəni anlaşılmazlıq yaranır. Və əlbəttə ki, əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman əlbəttə ki, analiz etmək, təhlil etmək daha kolay olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan anayasasında Türkiyə qarşı torpaq iddiası var. Ondan əl çəkməlidir. Öz anayasasını yenidən işləyib qəbul etdirməlidir. Ermənistan kimi gücsüz və tamamilə bugün darmadağın edilmiş ölkə, Türkiyə kimi dev ölkəyə qarşı nasıl torpaq iddiasında buluna bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə bundan əl çəkməlidirlər. Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər. Azərbaycanla olan ilişkiləri normallaşdırmalıdırlar və mən əminəm ki, Türkiyə tərəfi hər zaman bölgədə barışın və geniş çaplı işbirliyinin tərəfdarı olub. Bugün də belədir və Türkiyədən çox olumlu siqnallar gəlir. Amma Ermənistanda bunu gərək çox düzgün dəyərləndirsinlər. Maalesef müharibəyə, 2-ci Qarabağ Savaşına 2 il qalmış olan sürəc içində Azərbaycan tərəfindən verilən olumlu siqnallar orada yanlış anlaşıldı. Bir zəiflik kimi, bir gücsüzlük kimi. Biz sadəcə olaraq qan tökmək istəmirdik. Biz gücümüzü bilirdik və bilirdik ki, biz güc yolu ilə bu məsələni çözə bilərik. Ermənistan isə buna inanmırdı. İndi də hələ gec deyil. Yeni yaranmış reallığı düzgün dərk etsin, bu reallığa görə addımlar atsın, xəritəyə baxıb öz yerini orada tapsın, əgər tapa bilərsə, bir nöqtədir xəritədə və buna uyğun addımlar atsın. Belə olan halda əlbəttə ki, geniş çaplı işbirliği bölgədə mümkündür. Zengezur koridoru mesela Ermenistan'ın normalleşmesi ilişkilerini başlaması için bir şart mıdır efendim? Əlbəttə bir şərtdir. Çünki o 10 Kasım bəyanat
imzalanmış bəyanatda o təsbit edilir. Və Ermənistan öz üzərinə bu öhdəliyi götürüb. Əgər o bu öhdəliyi icra etməyəcəksə, onda hansı normallaşmadan söhbət gedir? Bir, ikincisi, Ermənistanda yenə də qayıdıram əvvəlki fikirlərimə, post-savaş dövrünü çox düzgün analiz etməlidirlər, təhlil etməlidirlər. Artıq durum tam fərqlidir və indiki durum güclər nisbətini açıq-aydın göstərir. İşğal dövründə də biz bilirdik, bizim imkanımız nədir, Ermənistan ordusunun imkanı nədir. Biz bilirdik ki, balansı biz öz xeyrimizə çoxdan dəyişdirmişik. İndi bunu bütün dünya görür. Ona görə indiki şəraitdə mən hesab edirəm ki, Ermənistan Azərbaycanla ilişkiləri normallaşdırmaq üçün daha çox çaba göstərməlidir. Çünki onlar üçün bu önəmlidir. Biz bunsuz da yaşaya bilərik. Necə ki, yaşamışıq. İndi də yaşayırıq, indi daha yaxşı yaşayacağıq çünki o böyük əraziyə yenə də sahib olduq. Öz doğma torpağımıza qayıtdıq. Onların durumu daha kötüləşdi. Ona görə daima konfliktdə olmaq, qonşularla əsassız, deməli, saxta tarix əsasında gələcək ilişkiləri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə Türkiyə ilə ilişkiləri normallaşdırsın, eyni zamanda Azərbaycanla ilişkiləri normallaşdırsın, öz sınırlarını Türkiyə və Azərbaycanla müəyyən etsin, delimitasiya, demarkasiya, onlar buna çox maraqlı, nəinki biz. Çünki bu olmasa, deməli, sərhəd yoxdur. İndi Ermənistanda bilirsiniz, indi itham eləyirlər bizi və bəzi yabancı siyasətçilər ki, biz Ermənistanı işğal etmişik. Birincisi, bu yalandır. İkincisi, bəs Ermənistan bizi işğal edəndə niyə səsini qaldırmırdınız? Niyə gözünüzü yumurdunuz? 30 il nəinki işğal, bütün bizim tarixi, dini abidələrimiz yerlə bir edildi. Bütün binalar söküldü, bunu görmürdünüz. Minsk qrupunun eş başqanları dəfələrlə orada olublar. Ağdamda da olublar, Kəlbəcərdə də olublar, Füzulidə də, Cəbrayılda da görmürdülərmi? 2 dəfə, 30 illik işğal dövründə cəmi 2 dəfə fakt araşdırıcı missiya göndərildi və rapor hazırlandı. Raporda göstərildi, bütün erməni cinayətləri göstərildi. Sonuncu belə bir missiya hardasa bir 10 sənə bundan öncə gerçəkləşmişdi. Biz dəfələrlə Minsk qrupunun eş başqanlarına müraciət etdik, baş vurduq ki, yenə də missiya göndər. Çünki orada qanunsuz məskunlaşma gedir. Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilir, məskunlaşdırılır. Bu hərbi cinayətdir. Bütün uluslararası konvensiyalara görə bu hərbi cinayət sayılır. Yapmadılar onu. Ona görə bu işğalı 30 il ərzində görməyən, indi olmayan işğalı görən, əlbəttə ki, ya kördür, ya nankördür, ya da ki, sadəcə olaraq riyakardır. Bu, daha düzgün ifadə ola bilər. Biz isə öz dədə-baba torpağımıza qayıtmışıq. Biz 30 il orada olmamışıq. Və əgər Ermənistan tərəfi deyirsə ki, sınır oradan keçir, nə üçün orada heç kim yox idi? Sınırdırsa, gəl sınırı qoru. Biz gəldik, o dağlara yerləşdik və bizim xəritələrə görə biz öz ərazimizdə yerləşmişik. Əgər Ermənistan tərəfi fərqli fikirdədirsə, gəlsin, otursun bizimlə bərabər. Bunu tartışaq, müzakirə edək. 1 il çəkər, 5 il çəkər, 30 il çəkər, kim bilir? Yenə də qayıdıram bu söhbətə. Sınırlar məsələsində bugün Ermənistan reallığı dərk etməlidir. O tezliklə bizim şərtlərimizə uyub, onları qəbul edib, bu məsələ çözməlidir ki, da hər kəs bilsin ki, onun sınırı nerede yerləşir. Şurada insanın aklına şöyle bir şey geliyor. Ermenistan'ın arkasında nasıl bir güç olabilir ya da neyi planlıyorlar ki böyle kararlar uygulamaya çalışıyorlar efendim?
Bunu mən deyə bilmərəm. Bunu yəqin ki, bu məsələlərlə məşğul olan politoloqlar, təhlilçilər deyə bilər. Amma mənim təcrübəmə əsaslanaraq deyə bilərəm ki, onların bir çox addımları irrasional addımlardır. Yəni, reallıqdan uzaq, gerçəkdən uzaq, hansısa mifologiyaya, hülyalara və gerçəkləşməmiş arzulara əsaslanmış bir yanaşmadır. Onu da siyasi aləmdə düzgün təhlil etmək çox çətindir. Bu, yəqin ki, tibb aləmində təhlil olunarsa daha düzgün olar. Az önce bölgesel işbirliğinden bahsettiniz. Cumhurbaşkanı Erdoğan'la sizin sürekli dillendirdiğiniz altılı işbirliği platformunun oluşmasından bahsettiniz. Bu platformun içerisinde İran'ın da adı geçiyor. Ancak geçtiğimiz günlerde İran'dan gelen tırların Ermenistan'a, Han kentine gittiğine ilişkin görüntüler ortaya çıktı ve siz de şikayetinizi dile getirdiniz bu konularda. Hemen peşi sıra İran sınırında İran askerlerinin tatbikat görüntüleri paylaşıldı. Bu konuda bir değerlendirmenizi almak isterim. Bilirsiniz, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi birinci dəfə baş vermir. Bu, işğal dövründə də dəfələrlə olan bir hadisələrdir. Müntəzəm olaraq bu tırlar ora gedirdi, bizim məlumatımız var idi. Ancaq dəqiq məlumat, yəni indiki qədər dəqiq məlumat əlbəttə ki, yox idi. Və bunu nəzərə alaraq biz müxtəlif kanallarla İran tərəfinə bizim narazılığımızı ifadə edirdik. Ancaq bu süreç davam edirdi. Müharibə başa çatandan sonra artıq Laçın koridoru bizim gözümüzün önündədir və bizim hərbi mövqelərimizdən Xankəndiyə gedən yola məsafə bəlkə də 5-6 metrdir. Və biz Laçın koridoru boyunca və o cümlədən Şuşa ətrafında və digər yerlərdə kifayət qədər texniki imkanlara malikik. Kameralar var, uydudan istifadə edirik, deməli, dronlardan istifadə edirik. Və biz yenə gördük ki, bu tırlar müharibədən sonra da ora getməyə davam edir. Belə olan halda mən bizim Cumhurbaşqanı ofisinin əməkdaşlarına göstəriş verdim ki, İranın Azərbaycandakı böyük elçisi ilə konuşsunlar. Biz bunu rəsmiyyətə salmaq istəmirik. Dostca konuşsunlar və söyləsinlər ki, buna son qoyulmalıdır. Bu, bizə qarşı hörmətsizlikdir. Azərbaycanın torpaq bütövlüyünə qarşı hörmətsizlikdir. Buna son qoyulmalıdır. Bu söhbət, səhv etmirəmsə, Temmuz ayında olmuşdur. Və ondan sonra təbii ki, biz bunu izləməyə başladıq və hər ayın başında məlumat bizdə yığılır ki, nə qədər, kaç tır girdi, kaç tır çıxdı, nə gətirdi, nə apardı, onların plakalarına qədər bizim bütün bilgilərimiz var və onlar mətbuatda dərc olunub. Amma nə etdilər ondan sonra? İran tırlarının üzərində erməni plakalarını yapışdırmaya çalışdılar. Belə bir saxtakarlığa yol verdilər və bizi kandırmaya çalışdılar. Və bu qədər necə səriştəsiz bir addım atıldı ki, arabanın o tırın üstündə sistern, İran dilində, Fars dilində yazılan sistern, altda da erməni plakaları. Və onu da sizə bildirməliyəm ki, aynı plakaları birkaç arabanın üstünə də yapışdırdılar. Yəni, o qədər səliqəsiz bu iş görüldü ki, yəni o nəyi göstərir? Onu göstərir ki, bu işi davam etdirmək, sadəcə olaraq bunu pərdələmək istəkdə bulundular. Və təbii ki, belə olan halda bir ay keçəndən sonra biz artıq rəsmi qaydada diplomatik nota verdik. İranın Azərbaycandakı səfiri Dışişlər Bakanlığına dəvət edildi. Ona iradlar bildirildi və xahiş olundu ki, buna son qoyulsun.
Bu Ağustos ayında, Ağustos'un ortalarında olan məsələdir. Və biz ümid edirdik ki, buna son qoyulacaq. Ancaq buna baxmayaraq Eylül ayına qədər, Ağustos'un 11-dən Eylülün 11-nə qədər 60'a yaxın yenə də İrandan gələn tır qanunsuz olaraq Qarabağa hərəkət etdi. Və bunun qabağını almaq üçün biz artıq əməli, praktiki addımlara keçdik. Yəni bizim davranışımız, addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır. Birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar, gömrük, sınır, polis. Və beləliklə biz Azərbaycan ərazisindən keçən yola artıq kontrol etməyə başladıq və ondan sonra artıq Qarabağa gedən tırların sayı sıfıra erdi. Şimdi baxın, buna gətirib çıxartmaq lazım idimi? İndi orada Rus barışçıl qüvvələrinin nəzarətində olan Qarabağ bölgəsində cəmi 25 min adam yaşayır. Yəni o qədər bu bazar önəmlidir. O qədər o ticarət önəmlidir ki, dost, qardaş saydığın ölkəyə qarşı belə hörmətsizlik edirsən, nümayişkaranə. Və əlbəttə biz beynəlxalq konvensiyalarda, beynəlxalq hüquqda təsbit edilmiş bütün imkanlardan istifadə etdik. Əgər yenə də hansısa tır, orada sadəcə olaraq bəziləri deyir ki, İran tırlarından şimdi rusum götürülür. Biz indi xarici ölkəyə gedəndə rusum ödəyirik. Onlar Azərbaycan ərazisindən istifadə edilir, rusum ödəməlidirlər? Ödəməlidirlər. Bu məsələnin bir tərəfi. O ki, qaldı bizim sınırımızın yaxınlığında keçirilən hərbi tədbiqatlara, bu çox təəccüb doğuran bir məsələdir. Çünki 30 illik bağımsızlıq dönəmində belə hadisələr olmamışdı. İlk növbədə deməliyəm ki, hər bir ölkə öz ərazisində istənilən hərbi tədbiqatı keçirə bilər. Bunun suveren hüququdur, söz ola bilməz. Ancaq eyni zamanda bunun bir zaman kəsiyində analiz edərkən görürük ki, bu heç vaxt olmamışdı. Nə üçün məhz indi, nə üçün məhz bizim sınırımızda? Bu sualları mən yox, Azərbaycan ictimaiyyəti verir. Bu sualı dünya Azərbaycanlıları verir və bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə tədbiqat keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövründə nə üçün tədbiqat keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra 30 illik əsarətə, işğala son qoyandan sonra bu keçirilir? Bu suallar yəni legitim suallardır. Əlbəttə, biz istəyirik ki, bölgədə uzun müddətli işbirliyə zərbə vuran heç bir hal olmasın. Və bir də demək istəyirəm ki, Azərbaycan burada da çox özünü məsuliyyətlə aparır, təmkinlə aparır və ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır. İşgalden kurtarılan bölgelere sık sık gidiyorsunuz zaten. Görüntüler paylaşılıyor. Biz haberleri alıyoruz ama görüntüleri paylaşan da sizin yönetmeniniz olarak bölgede bulunan Sayın Mihriban Aliyeva hanımefendi. Görüntüleri biz onun üzerinden, onun paylaşımlarıyla alıyoruz ve bu hem Azerbaycan'da hem de Türkiye'de sizin oradaki diyaloglarınız, oradaki hareketlerin çok sempatik olarak karşılanıyor. Bununla ilgili neler söylersiniz? Bu bilirsiniz, bu elə özü-özünə yarandı, təbii yarandı. Biz bunu planlaşdırmırdıq.
Biz sadəcə olaraq ilk dəfə Şuşaya gedəndə Bakıdan çıxarkən o səhər çıxmışdıq. Çünki o zaman yol çox uzaq idi. Evet, O Zəfər yolu ilə biz Füzulidən Şuşaya hardasa 3 saata getmişdik. Özü də qar, buz bağlamışdı yolları. Ona görə səhər erkən çıxmışdıq, hələ ki qaranlıq idi. Və hava işıqlandıqca çox gözəl mənzərə yarandı və Mehriban xanım onu öz telefonu ilə çəkməyə başladı. Və belə məni çəkdi belə, mən də dedim ki, yolumuz Şuşayadır. Və bundan başladı. Ondan öncə təbii ki, Ağdam da var idi və digər. Bu bir özəl təşəbbüsdür, çünki adətən mənim səfərlərimi rəsmi heyət işıqlandırır. Adətən orada çox rəsmi görüşmələr, ondan sonra çıxışlar, törənlər və s. Bu isə yeni bir yanaşma idi və bilirəm ki, bir çoxlarının xoşuna gəldi. Bizim də xoşumuza gəldi və bu sözləri deməklə, bilirsiniz, ilk növbədə mənim gözümün önündə o bölgələrdə yaşamış insanlar gəlirdi. Mən ilk növbədə onlar üçün bunu deyirdim. Çünki onlar həsrət içindəydilər. 30 il həsrət içindəydilər. Və mən gəlmişəm ora, mən bu evi görürəm, bu binanı görürəm, o görmür. O, bizim gözlərimiz də onu görməlidir. Hər zaman mənim gözümün önündə onlar idi. Nə qədər əzab çəkdilər, nə qədər əziyyət çəkdilər, amma sınmadılar. Möhkəm durdular. Budur Azərbaycan, budur Azərbaycan xalqı. Sizi də duygulandırdım mən. Teşekkür ederim efendim. Sağ olun. Sağ olun. Allah o günleri bir daha kimseye yaşatmasın. Amin. Sağ olun. Teşekkür ederim.